Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur. Xəbər verilir ki, çiplər vaxtilə nəqliyyat vasitələrində dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, mərkəzi informasiya sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanınma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmrəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb. Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir. Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.